Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadıldı və Nazirlər Kabineti bu barədə qərar veribdir. Qərarda deyilir ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul səhər saat 6-ya dək uzadılsın. Qeyd edim ki, bundan əvvəl karantin 2026-cı il 1 aprel səhər saat 6-ya dək uzadılmışdı. Xatırladım ki, bu günlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatında çıxış edən baş nazir bildirmişdi ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir. Statın sonu. Onu da qeyd edim ki, bütün xarici ölkə vətəndaşları, o cümlədən də elə Rusiya vətəndaşları əvvəl olduğu kimi quru sərhəd vasitəsilə Azərbaycanı tərk edə bilərlər. Rusiya vətəndaşları da quru yolla Rusiyaya qayıda bilərlər və məsələn, Azərbaycan-Rusiya sərhədinə Bakı Beynəlxalq Avtovağzalından birbaşa avtobusla getmək mümkündür. Sərhədi keçdikdən sonra isə adətən buraxılış məntəqəsinin çıxışında gözləyən taksilərlə Dərbənd və ya Maxaçqala şəhərlərinə getmək olar. Azərbaycandan çıxış üçün isə Rusiya vətəndaşlarına yalnız xarici pasport kifayətdir. Əlavə əsas və ya sənəd tələb olunmur.